Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi. Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi. Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi. Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi. Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi. Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi.
Prezident İlham Əliyev və federal kansler Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Berlindən yenilənib məlumat. Liderlər jurnalistlərin suallarını cavablandırıblar. Press-Tvaz xəbər verir ki, Berlində rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz mətbuata bəyanatlarla çıxış ediblər. Görüşün yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında dövlət başçıları iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində mövcud olan əməkdaşlıq perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini diqqətə çatdırıblar. Bəyanatlardan sonra Prezident İlham Əliyev və kansler Friedrich Merz yerli və beynəlxalq media nümayəndələrinin suallarını ətraflı cavablandırıblar. Press-Tvaz Azərbaycanın etibarlı informasiya mənbəyi.